Salam əziz YouTube-da məni izləyən izləyicilərim. İlk dəfədir məni görürsünüzsə, mütləq şəkildə səhifəmə abunə olun. Çünki hər gün təzə mövzular yüklənəcək və əsas da bir çoxlarına problem yaradan feilləri burada müzakirə edəcəm. Gəlin uşaqlar, bugün sizinlə müzakirə edək pissать feilini. Pissать. Həm zamanlarda tərcümə edək, həm də ön şəkilçilər qeyd edək və necə tərcümə olunur, onu da qeyd edim. Əgər hazırsınızsa, тогда поехали. Arxa fonda olan səslərə görə üzr istəyirəm, yəni başqa çıxış yolum yoxdur. İstilərdir, məcbur qalmışam, bax belədir. Deməli, pissать sözü keçmiş zamanda necə olacaq? Bu cür. İndiki zamanda necə olacaq? Bax bu cür. Я пишу, ты пишешь, он, она пишет, мы пишем, вы пишете, они пишут. Gələcək zamanda necə olacaq? Я буду писать, ты будешь писать, он, она будет писать, мы будем писать, вы будете писать, они будут писать. Bu gələcəkdə bitməmiş haldır. Eləcə də keçmiş zamanda yazdığımız pissal, pissala da o da keçmişdə bitməmiş variantdır. Bəs bitmiş nədir? Hansılardır? Sırf pissatdan danışırıqsa. Написал, написала, написали. Yazdım, yazdık. İndiki zamanı olmur. Gələcək zamanda напишу, напишешь, напишет və s. Ön şəkilçiləri götürək. Ön şəkilçilərdə necə? Писать bitməmişdi. Написать bitmişdi. Переписать köçürmək deməkdir. Выписать. Выписать nədir uşaqlar? Выписать, məsəl üçün siz roman oxuyursunuz, məqalə oxuyursunuz, nəsə oxuyursunuz da və oradan lazımı olan sözləri, cümlələri, fikirləri özünüzdə qeyd edirsiniz. Bax, ona выписать deyirlər. Записать qeyd etməkdir. Записать qeyd etməkdir. Amma записаться özün harasa yazılmaq deməkdir. Məsəl üçün, salona yazılırsınız, həkimə yazılırsınız, dırnağa yazılırsınız və s. və ilaxır. Bu записаться deməkdir. İndi gəlin, burada mən cümlələr yazacağım Azərbaycan dilində. Siz bu videoya sona kimi baxmısınızsa, cavabını şərh bölməsində yazın. Hər birinizə bir-bir cavab verəcəm. Uğurlar.